Salam, hər vaxtınız xeyir. Növbəti testlərin izahına başlayırıq. 35-ci sualdan sintaktik əlaqələr söz birləşməsi 35-ci sualdan izaha başlayırıq. Vətəni sevmək başqa hisslərə bənzəmir, oğul. Cümlə üzvləri arasında əlaqə edilmiş sözləri göstərin. Vətəni sevmək başqa hisslərə bənzəmir. Cümlə üzvləri arasında. Gəlin bunu cümləni sintaktik edək. Bənzəmir, nə etmir? Nə? Vətəni sevmək. Nəyə bənzəmir? Hisslərə. Hansı hisslərə? Başqa hisslərə. Bizdə birinci A variantında vətəni sevmək. Vətəni sözü və sevmək sözü ayrıca cümlə üzvü kimi təhlil olunmadı. Diqqətlə baxsaq, görərik ki, bənzəmir. Nə? Vətəni sevmək. Vətəni sevmək bütövlükdə bir sintaktik vahid kimi götürüldü. Deməli, məstər tərkibidir. Məstər tərkibi işlənmiş cümlədə ayrıca bizdə cümlə üzvləri, yəni cümlə üzvləri kimi işlənən sözlər arasında sintaktik əlaqənin tapılmasını deyir axı. Vətəni sevmək məstər tərkibi tərkib olduğuna görə bu ayrıca cümlə üzvü kimi təhlil olunmadı. Deməli, vətəni sevmək olmaz. Oğul xitabdır. Xitab isə cümlə üzvləri ilə sintaktik əlaqəyə girmir. Deməli, B variantı da olmaz. C variantında başqa hisslərə, necə hisslərə, başqa hisslərə, hansı hisslərə bənzəmir? Başqa sifətdir. Hisslər sözü isimdir. Amma bizdən cümlə üzvü soruşur. Doğru cavab C variantıdır. Başqa təyindir, hisslər isə nəyə? Tamamlıq. Təyin ilə tamamlıq arasında təyin və tamamlıq cümlə üzvü kimi işlənir və cümlə üzvü olduğuna görə başqa və hisslərə sözləri arasında sintaktik əlaqə yaranmışdır. Təyin aid olduğu tamamlıqdan əvvəl gəlmiş, onunla sintaktik əlaqə yaratmışdır. Deməli, təyin aid olduğu cümlə üzvündən əvvəl işlənir və onunla sintaktik əlaqəyə girir, tamamlığa aiddir. Deməli, burada cavab başqa hisslərədir. Vətəni bənzəmir. Vətəni feili birləşmənin daxilindədir. Feili birləşmənin daxilindən aslı tərəfində olan sözlər heç bir halda xəbərlə sintaktik əlaqəyə girə bilməz. Feili birləşmənin əsas tərəfi girə bilər sintaktik əlaqəyə. Amma aslı tərəf sintaktik əlaqəyə girə bilməz. Vətəni sözü heç bir halda bənzəmir sözü ilə sintaktik əlaqəyə girə bilmir. Başqa bənzəmir. Başqa təyin, xəbər arasına təyin aid olduğu cümlə üzvü ilə sintaktik əlaqəyə girir. Demək, təyin burada tamamlığa aiddir. Tamamlığa aiddir. Yəni, təyin tamamlıq arasında sintaktik əlaqə yaranmışdır. Tamamlıqdan əvvəl gəldiyi üçün təyin birbaşa burada xəbərlə sintaktik əlaqəyə girə bilməz. Ümumiyyətlə girə bilməz. Doğru cavab C variantı. 36-cı sualda bizdən soruşur. Tərəfləri arasında tabesizlik əlaqəsi olan nümunəni göstərir. Deməli, həmin tərəflər nə olmalıdır? Bir-biri ilə bərabər hüquqlu olmalıdır. Həmcins olmalıdır. Ağrımaz başım, necə başım? Burada həmcinslikdən söhbət getmir. Bizim gözəlliklərimiz ismi birləşmədir. İsmi birləşmənin arasında uzlaşma və idarə əlaqəsi olur. Deməli, burada da tabelik əlaqəsi var, tabesizlik əlaqəsi yoxdur. Uşaqlardan biri burada dan idarə əlaqəsi var. Çünki hal şəklində sözlər arasında idarə əlaqəsi olur. Sən və dostun və gördüyümüz kimi sən və dostun sözü bir-biri ilə sən və dostun parka getdiniz. Tutaq ki, kim? Sən getdin, sən və dostun. Bu sən və dostun sözü ayrılıqda cümlə üzvü kimi işlənir və ayrılıqda cümlə üzvü olduğuna görə və cümlə üzvü olduğuna görə bu tabesizlik əlaqəsində olan sözlərdir. Sizin kəndiniz isə burada uzlaşma əlaqəsi var, bir də idarə. Çünki ismi birləşmənin daxili uzlaşma və idarə əlaqəsi olur. Doğru cavab D variantı. 37-ci sualda isə bizdən hansı variantda verilənlər cümlə daxilində tabesizlik əlaqəsinə düşünülə də bilər, düşünülməyə də bilər fikrini soruşur. Cümlə daxilində tabesizlik əlaqəsinə düşünülə də bilər, düşünülməyə də bilər. Anar və elçin birləşməsində bu sintaktik əlaqədə deməli tabesizlik əlaqəsinə düşünülə bilər.
Doğru cavab burada D variantıdır. Tutaq ki, qələm və kitab, dəftər yalnız tabeçilik əlaqəsi var. Bunlar bərabər hüquqludur. Maraqlı və cəlb edici bərabər hüquqludur. Demək, burada tabeçilik əlaqəsi var. Amma diqqətlə baxsaq, dostumla mən şəhərə getdim. Dostumla mən, dostum və mən, dostumla kiminlə getdim? Dostum ilə. Burada la qoşma kimi işləndi. Mən getdim, dostumla mən şəhərə getdim. Mən dostumla getdim. Kimi ilə getdim? Dostum ilə. Amma burada la şəkilçisi qoşma kimi işləndi. Qoşma kimi işlənəndə bu demə tabirlik əlaqəsində olur. Burada tabeçilik əlaqəsi olmur. Dostumla mən şəhərə getdik. Dostum və mən şəhərə getdi. Lanı və ilə əvəz edəndə bərabər hüquqlu olur. Hər kim, yəni dostumla xəbər bu cümlədə, bu sözləri işlədiyi cümlədə xəbərdən asılıdır. Xəbər məsələn birinci şəxsin cəmindədirsə, la qoşma la bağlayıcı olacaq. Burada lanı çünki və ilə əvəz edə biləcəyik. Birinci şəxsin təkindədirsə, la qoşma olacaq. Qoşma olanda burada tabeçilik əlaqəsi olmayacaq. Yalnız tabelik əlaqəsi olacaq. Əgər birinci şəxsində cəmində olsa, yəni getdik ilk hərfi ilə işlənsə, la burada və olacaq və olduğuna görə də biz bunu dostum və mən şəhərə getdik. Tabeçilik əlaqəsində olan söz kimi götürəcəyik. Dostumla mən şəhərə getdim olanda la qoşma olur. Doğru cavab D variantı. Uyğunluğu müəyyən edin. 38-ci sualda uyğunluğu tapmaq bizdən tapşırılır. Mən gedəndə feili bağlamanın tərkibində olan istənilən söz işlənsə belə, həmin sözdə deməli əsas tərəf feilin özü olur. Feili bağlamanın, feil sifəti, məslərin tərkibində işlənən söz əsas tərəf feilin özü olur. Gedəndə sözü, oxun işarəsi gedəndə sözünə uzanmalı idi. Ona görə də 38-də A variantı yanlışdır. Yeni kitab, təyin aid olduğu cümlə üzvündən deməli asılı olur. Oxun işarəsi kitaba doğru uzanmalı idi. Kitab yeni sözünü özündən asılı hal vəziyyətə salmışdı. Deməli, burada oxun işarəsi yanlış göstərildiyinə görə B variantı olmaz. Onlar aldılarsa doğrudur. Mübtada, onlar mübtadadır, aldılar xəbərdir. Xəbər həmişə mübtadadan asılı olur. Doğru cavab C variantıdır. Kitabı baxıldı, məna əlaqəsi də yoxdur. Onun kitabı baxıldı, məna əlaqəsi də yoxdur. Həm də ki, kitabı baxıldı, tamamlıq onun kitabı baxıldı. Ümumiyyətlə məna əlaqəsi olmadığına görə olmur. Cavab vermək isə tərkibi feildir. Tərkibi feil olduğuna görə burada sintaktik əlaqədən söhbət gedə bilməz. 39-cu suala baxsaq görərik ki, hansı cümlədə birləşmələr arasındakı əlaqə cümlə üzvləri arasındakı əlaqədən çoxdur? Hansı cümlədə ki, birləşmələr arasında əlaqə, hansı cümlədə birləşmələr arasındakı əlaqə cümlə üzvləri arasındakı əlaqədən çoxdur? Diqqətlə baxsaq görərik ki, sənin dostun birləşməsində burada uzlaşma və idarə əlaqəsi var. Dünən gəldi, bizə gəldi. Eynidir. Burada dünən gəldi, bizə gəldi. Burada ikidir. Burada da birləşmənin daxilində də ikidir. İki əlaqə. Burada idarə, uzlaşma, dünən gəldi, bizə gəldi, hara gəldi, bizə gəldi. Deməli, iki də yanaşma. Deməli, bərabərdir. İki əlaqə burada var, iki əlaqə də burada var. Vətəni sevmək başqadır. Vətəni sevmək başqadır. Oğul, burada da sevmək başqadır. Mübtada xəbər, uzlaşma, vətəni sevmək, yanaşma. Bir əlaqə buradadır, bir əlaqə də buradadır. Olmur. Kəndin kənarına çağırılanlar, kəndin kənarına çağırılanlar qayıtdılar. 39-cu sualda doğru cavab C bəndidir. Nəyə görə C bəndidir? Kəndin kənarı, uzlaşma, idarə 2. Kənarına çağıranlar 3. 3 əlaqə, birləşmənin daxilində 3 sintaktik əlaqə var. Kəndin kənarına çağıranlar birləşməsində
birləşmənin daxilində 3 əlaqə və müstəqil cümlə üzvləri arasında isə qayıdanlar, kəndi çağırılanlar qayıtdılar, çağırılanlar mübtada, demək qayıtdılar isə xəbərdir. Cümlə üzvləri arasında isə bir əlaqə var. Deməli, kəndin kənarı burada idarə, uzlaşma 2 əlaqə, kənarına çağırılanlar, haraya çağırılanlar, yanaşma 3 əlaqə cümlə söz birləşməsinin daxilindədir. Çağırılanlar qayıtdılar, mübtada xəbər. Mübtada uzlaşma əlaqəsi isə cümlə üzvləri arasındadır. Demək 3 əlaqə birləşmənin daxilində, bir əlaqə isə cümlə üzvləri arasındadır. Ona görə də doğru cavab C variantıdır. Biz tələsirdik, dünən tələsirdik, kəndə tələsirdik. Yalnız cümlə üzvləri arasında olduğuna görə sintaktik əlaqə burada söz birləşməsi yoxdur. Ona görə də bu variantı da götürmürük. Əli kəndə çatanda biz kənddən yenicə çıxdıq. Əli kəndə çatanda çıxdı. Əli çatanda, kəndə çatanda. Demək, birləşmənin daxilində 2 əlaqə var. Çatanda çıxdıq, biz çıxdıq, kənddən çıxdıq, yenicə çıxdıq. Deməli, biz kənddən yenicə 3 əlaqə, hətta 3 əlaqə burada, 3 sintaktik əlaqə buradadır. Əli kəndə çatanda, əli çatanda, kəndə çatanda. 2 də buradadır. Deməli, doğru cavab C variantıdır. Onun gözəl əsərləri çox sevilirdi cümləsində hansı söz çıxarılsa, cümlə üzvlərinin arasında sintaktik əlaqənin sayı artar. 39-da C. Diqqətlə baxsaq görərik ki, onun əsərləri bütövlükdə bir cümlə üzvüdür. Əgər bu onun sözünü buradan çıxarsaq görərik ki, gözəl əsərləri çox sevilirdi. Əsərləri sevilirdi, gözəl əsərləri. Amma onun əsərləri olanda burada 2 sintaktik əlaqə olurdu. Amma burada gözəl əsərləri sevilirdi, çox sevilirdi. Buradan doğru cavab onun sözü. Cümləsindən hansı söz çıxarsa, cümlə üzvlərinin arasında sintaktik əlaqənin cümlə üzvlərinin burada onun əsərləri birləşməsində cümlə üzvləri arasında deyil. Onun gözəl əsərləri söz birləşməsinin aslı tərəfindədir əlaqə. Onun gözəl əsərləri, burada onun aslı tərəf daxil, bu söz birləşməsinin aslı tərəfində olduğuna görə onun sözü, əlaqə, burada onun sözünü çıxardanda gözəl sözü müstəqil cümlə üzvü kimi işlənir. Müstəqil cümlə üzvü kimi işlənəndə cümlə üzvlərinin sayı artır. Cümlə üzvlərinin sayı artdığına görə, sintaktik əlaqənin də sayı artır. Doğru cavab onun sözüdür. Onun 40-da A bəndi. 41-ci suala baxsaq bizdən soruşulur ki, Tofiq axşam evə gələndə dostumla kəndin kənarında dayanmışdım. Mən burada mübtadadır. Mən yoxdur, olmadığını, cümlədən çıxarıldığına görə burada mübtada ilə xəbər arasında uzlaşma əlaqəsi yoxdur. Ümumiyyətlə. Axşam dayanmışdım. Tofiq axşam evə gələndə. Axşam dayanmışdım sözü olmaz. Niyə olmaz? Axı dedik, birləşmənin daxilində işlənən, aslı tərəfində işlənən sözlər heç bir halda müstəqil cümlə üzvü ilə sintaktik əlaqəyə, yəni feillə, xəbərlə əlaqəyə girənməz. Axşam dayanmışdım ola bilməz. Çünki Tofiq axşam evə gələndə birləşməsi bütövlükdə feili birləşmədir. Feili birləşmənin daxilindədir axşam sözü. Axşam sözü feili birləşmənin daxilində işləndiyi üçün biz bunu sintaktik əlaqədə aslı tərəfdə olan söz kimi görürük. Ümumiyyətlə sintaktik əlaqəyə girən söz kimi götürmürük. Kəndin dayanmışdı. Kəndin kənarında söz birləşməsinin aslı tərəfində işlənən söz müstəqil cümlə üzvü ilə sintaktik əlaqəyə girə bilməz. Kəndin dayanmışdım, kəndin sözü dayanmışdım sözü ilə sintaktik əlaqəyə girə bilməz. Evə sözü, axı burada da feili birləşmənin daxilindədir evə sözü. Evə kənarında sözünə elə sintaktik əlaqəyə girə bilməz. Evə feili birləşmənin daxilindədir, kənarında isə kəndin kənarında ayrıca söz birləşməsidir. Girmiş. Dostumla kəndin
Dostumla kəndi. Kəndin sözü müstəqil cümlə üzvü deyil. Söz birləşməsinin daxilindədir. Dostumla bu dostumla isə müstəqil cümlə üzvüdür. Müstəqil cümlə üzvü ilə müstəqil cümlə üzvü olmayan söz sintaktik əlaqəyə girə bilməz. Çünki dostumla kəndin sözü sintaktik əlaqəyə girmədiyi üçün bu variant da doğru deyil. Bəndinə baxsaq görərik ki, 41-də dostumla dayanmışdım, kimi ilə dayanmışdım, dostum ilə dayanmışdım. Burada tamamlıq dostumla dayanmışdım, tamamlıqla xəbər arasındadır. Sintaktik əlaqə oxun işarəsi tamamlıqdan xəbərə doğru uzanır. 41-də variantıdır. 42-yə baxsaq görərik ki, həm tabellik, həm də tabesizlik əlaqəsi işlənmiş cümlənin müəyyən edir. Bizim istəkli gözəl günlərimiz həm tabellik, həm də tabesizlik əlaqəsi işlənmiş cümlənin. Burada diqqət etsək, cümlə üzvləri arasında olanı soruşmur. Ümumiyyətlə sözdə həm tabellik işlənsin, həm də tabesizlik işlənsin. Bizim günlərimiz əlaqəsində uzlaşma və idarə əlaqəsi var. Burada yelkanın şəhidçisi, imiz mənsubiyyət şəhidçisidir. Deməli, burada tabellik əlaqəsi var. Bizim günlərimiz birləşməsində tabellik. Amma istəkli gözəl sözü də demək, bərabər hüquqlu sözdür. Tabesizlik əlaqəsi istəkli və gözəl sözlər arasında. Birdən bizdən soruşsaydı ki, cümlə üzvləri arasında işlənmişdi, tabesizlik əlaqəsi, onda istəkli gözəl sözlərini götürməyəcəkdik. Çünki bizim istəkli gözəl günlərimiz, istəkli gözəl sözləri bizim günlərimiz sözü arasında işlənmiş sözlərdir və onlar bütövlükdə bir sintaktik vahid kimi götürülür. Yəni bizim istəkli gözəl günlərimiz bir cümlə üzvüdür. Doğru cavab 42-də A variantıdır. Bizdən cümlə üzvləri arasında olanı cümlə üzvləri arasında olanı tapmaq soruşulmur. Ona görə də bizdə ümumiyyətlə burada həm tabellik, həm də tabesizlik əlaqəsində olan sözü tapmaq soruşulur. Bizim istəkli gözəl günlərimiz, istəkli və gözəl sözləri tabesizlik əlaqəsindədir. Bizim günlərimiz isə istəkli günlərimiz, gözəl günlərimiz isə tabellik əlaqəsindədir. Və bizim günlərimiz isə burada tabellik əlaqəsi işləmişdir. 42-də A variantıdır. Gözəl insanlar burada yalnız tabellik əlaqəsi, bu gün onu düşünməyi istəmirdim. Bu gün onu düşünməyi istəmirdi. Burada da tabellik, dağlarda döyüş filmi dağlarda çəkilir, dağlar burada da tabellik, onun uşaqlıq arzuları, burada da həmcins üzvlər olmadığına görə bu variantlarda tabesizlik əlaqəsi kimi götürülən söz kimi götürülmür. Deməli, doğru cavab 42-də A variantıdır. 43-cü suala baxsaq görərik ki, burada cümləsində hansı sözlər sintaktik əlaqədə həm əsas, həm də aslı tərəf kimi çıxış edir. Dostum əlini məktəbin həyətində gördüm. Gördüm. Kimi əlini? Hansı əlini? Dostum əlini. Dostum əlini gördüm. Diqqətlə baxsaq görərik ki, əlini sözünə baxsaq, əlini sözü özündən əvvəlki sözü özünə tabe etdi. Dostum əlini, hansı əlini? Deməli, bu əsas tərəfdir. Dostum sözünü özündən aslı vəziyyətə saldı. Əlini gördüm, kimi gördüm, əlini gördüm xəbəri isə tamamlığı özündən aslı vəziyyətə saldı. Yəni, əlini sözünü özündən aslı vəziyyətə saldı. Deməli, içini götürürük. Məktəbin həyətində gördüm. Birləşməsinə baxsaq görərik ki, məktəbin həyətində gördüm. Məktəbin həyətində, niyə məktəbin həyətini götürürük? Məktəbin həyəti uzlaşma əlaqəsində əsas tərəfdir. Çünki ismi birləşmənin daxilində uzlaşma əlaqəsi olur. Məktəbin sözü həm əsasdır, həm də aslıdır. İdarə əlaqəsində hal şəkilçisi işləndiyinə görə aslıdır. İdarə əlaqəsində, uzlaşma əlaqəsində isə əsasdır. Məktəbin həyətində deməli, məktəbin sözünü də götürdük, 4-ü də götürürük. Çünki 4 idarə əlaqəsində məktəbin sözünü özünə tabe edib. Həyətində gördüm, harada gördüm, xəbər isə həyətində sözünü, zərfli kimi işlənən cümlə üzünü özündən asılı vəziyyətinə tabe edib. Yəni, məktəbin sözü, həyətində sözü məktəbin sözünün idarə əlaqəsində özündən asılı vəziyyətə salınmışdır. Uzlaşma əlaqəsində isə özü məktəbin sözündən asılı
asılı vəziyyətə düşmüşdü. Demək, həyətində sözü həm bundan asılı vəziyyətdədir, həm də bunu özünə, həyətində sözü həm məktəbin sözünü özünə asılı vəziyyətə salır, həm də özü məktəbin sözündən asılı vəziyyətə düşür. Ona görə də 2, 3, 4. Doğru cavab E variantıdır. Biri söz birləşməsi deyil. 44-cü sualda. Biri söz birləşməsi deyil. Vətən naminə. Naminə qoşmadır. Qoşma olduğuna görə biz bunu götürmürük. Nəyə görə götürmürük? Çünki söz birləşməsinin daxilinə ən azı iki söz işlənməlidir və bu iki söz müstəqil məna daşıyan söz olmalıdır. Müstəqil məna daşımadığı üçün, qoşma işləndiyi üçün A variantı olmaz. Məsələni həll etmək. Məsələ sözü isimdir. İsim və həll etmək tərkibə feildir. Yəni iki ən azı müstəqil sözün birləşməsindən yaranmışdır. Hər mövzu, hansı mövzu? Hər əvəzlikdir, mövzu isimdir. Olur, ana ürəyi olur, dağlarda döyüş olur. Vətən naminə isə qoşma işləndiyi üçün olmur. 44A, 45. İsmi birləşməni göstərir. Sənin dediyin, dığı, diyi şəkilçisi ikinci tərəfdə işlənəndə feili sifət şəkilçisi, mənsubiyyət şəkilçisi ayrılmadığına görə bu feili birləşmə olur. Demək, A variantı olmaz, evə getmək olmaz. Niyə olmaz? Çünki ikinci tərəfdə məstər işlənmişdir. Ayaqqabı isə söz birləşməsi deyil. Niyə söz birləşməsi deyil? Bu mürəkkəb sözdür. Mürəkkəb söz birləşmələri çünki ayrı yazılır. Kitab üzü isə söz birləşməsidir. 45-də D variantı olar. E variantı olmaz çünki tərkibi feildir. Kömək etmək tərkibi feildir. 46-cı suala baxsaq, dərslərin çoxluğu birləşməsinin təminə aiddir. Əsas tərəf sayla ifadə olunub. Xeyr, çoxluq sözü isimdir. Çox olsaydı, say olardı. Amma lıq şəkilçisi saydan isimcəldən şəkilçisidir. A variantı olmaz. Tərəflərdən biri homonimdir. Çoxluq sözü homonim kimi işlənmir. Homonim kimi işlənmir, ona görə də nə də daş sözü işlənmir. Bu da yanlışdır. Aslı tərəfdə mənsubiyyət şəhidçisi işlənib, doğrudur. Dərslərin birinci tərəfi yəli halın şəhidçisidir, dərsləri ikinci tərəf mənsubiyyət şəhidçisidir. O çoxluğu U mənsubiyyət şəhidçisidir. Hər iki tərəf quruluşca eynidir. Dərs sadə sözdür, çoxluq sözü isə düzəltmədir. Yanlışdır. Hər iki tərəf eyni qrammatik mənalıdır. Bu fikir doğrudur. Eyni qrammatik mənalıdır. Yəni hər ikisi isimdir. Dərs də isimdir, çoxluq sözü də isimdir. 46-ya E. 47-ci sual. Hansı cümlədə ismi birləşmə işlənir? Arzumuz işə qəbul olmaqdır. İşə qəbul olmaq feili birləşmədir. Arzumuz isimdir, burada birləşmə deyil. Onun aldıqları dıq şəhidçisi dediyimiz kimi ayrılmadığına görə feili birləşmə kimi götürülür. Payız gələndə ağaclar yarpağını tökür. Payız gələndə feili birləşmədir. Anarın oxumağını bəyənirdik. Anarın oxumağı isə ismi birləşmədir. Birinci tərəf yəli çal, ikinci tərəf mənsubiyyət. Doğru cavab D bəndidir. Mən belə artıq yorulmuşam. Anarın oxumağı, burada anar yəli çaldadır. Oxumaq sözü isə I mənsubiyyət şəhidçisidir. Yəli çal demək, oxumaq məstərdir. Amma məstər birinci tərəf demək, məstər burada feili birləşmə kimi işlənməmişdir. Çünki özündən sonra mənsubiyyət şəhidçisi sözü gəlir, özündən sonra mənsubiyyət şəhidçisi gəlir və həmin sözdə mənsubiyyət şəhidçisi işlənir və özündən əvvəl yəli çalda olan söz gəlir. Yəli çalda olan söz gəldiyi üçün və mənsubiyyət şəhidçisi ilə işləndiyi üçün biz bunu ismi birləşmə kimi götürürük. Anarın oxumağı. 48-ci suala baxsaq, 47-dir. 48-ci sualda deyir ki, hansı birləşmə ismi birləşmə deyil? Yazılmış məktub isimdir. Demək, birinci tərəfdə feil işlənsə də, məktub ikinci tərəf. Biz ismi birləşməni, feili birləşmə və ismi birləşmə olduğunu müəyyənləşdirmək üçün ikinci tərəfin ifadə vasitəsinə baxırıq. Yəni, əsas tərəfə baxırıq. Əsas tərəf isimlə ifadə olunmuşdur. Ona görə də A variantı olmur. B variantına baxsaq, gələcək sözü də isimli, ikinci tərəf deməli
ismi birləşmə o demək deyil, o ikinci tərəf isim olmalıdır. Bu əvəzlikdə ola bilər, sayda ola bilər, sifətdə ola bilər, feili sifətdə ola bilər, ta ki məstər də ola bilər, zərf də ola bilər. Amma burada diqqət edilməli məqam odur ki, birinci tərəfdə yəlikal şəhidçi işlənsə, ikinci tərəfdə mənsubiyyət şəhidçi işlənsə, feili sifət olanda yaxud da məstər olanda ümumiyyətlə. Amma digər hallarda, digər nitq hissələri olanda isə olsa belə yenə də ismi birləşmə kimi götürürük. Amma evə gələnlər birləşməsinə baxsa görərik ki, gələn feili sifətdir. Evə isimdir. Bu ismi birləşmə deyil, feili birləşmədir. Dərs cədvəli, cədvəl isimdir. Dərs cədvəli, dərsin cədvəli, qapının rəngi olmaz. Doğru cavab C bəndidir. 49-cu suala baxsaq görərik ki, biri söz birləşməsi deyil. Nitq mədəniyyəti. Nitqin mədəniyyəti, nitq mədəniyyəti söz birləşməsidir. Onun oxumağı, yəni birinci tərəf yəlik halda olan söz, ikinci tərəf mənsubiyyət şəhidçi. Oxumaq feildir, amma mənsubiyyət şəhidçi ilə işlənir və özünə əvvəl yəlik halda olan söz gəldiyi üçün biz bunu feili birləşmə yox, ismi birləşmə kimi götürürük. Torpaq uğrunda birləşməsində isə uğrunda qoşmadır. Niyə qoşma isə işlənəndə uğrunda qoşma olduğu üçün söz birləşməsi ən azı iki müstəqil sözün birləşməsinə yaranmalıdır. İki müstəqil söz olmadığına görə, uğrunda qoşma olduğuna görə doğru cavab C variantıdır. 50-ci suala baxsaq görərik ki, hansı cümlədə ismi birləşmə təhlildə parçalanır? Dəniz sahili buradan çox uzaq idi. Deməli, dəniz sahili buradan çox uzaq idi birləşməsində burada dəniz sahili parçalanmır. Niyə parçalanmır? Çünki ikinci növ təyin söz birləşməsidir. Bütövlükdə bir sintaktiv vahid kimi götürülür. Dəniz sahili birinci tərəfə sual vermək olmur. Biz onu nadir hallarda görərdik. Nadir hallarda da olmur. Nadir hallarda olmur. Ümumiyyətlə ayrılmır. Nadir hallarda burada sintaktik əlaqədə parçalanmır və hədiyyə oxuyan şagirdə verildi. Oxuyan şagird. Diqqətlə baxsaq görərik ki, oxuyan şagird, hansı şagird, oxuyan birinci tərəf və şagird isimdir. Hansı şagirdə verildi? Oxuyan şagirdə. Oxuyan sözünə ayrıca sual vermək olur. Oxuyan sözü təyin olduğu üçün və şagirdə kimə təyin tamamlıq arasında olur. Həm də oxuyan şagird birlikdə ismi birləşmə kimi işləndiyi üçün burada doğru variant C bəndidir. Bizim yerlər buradan isti olur. Bizim yerlər buradan isti olur fikri də doğru deyil. Sizin tərəflər də doğru deyil. Çünki bunlar sintaktik əlaqədə ayrılmır. Deməli, doğru cavab C. 51-ci sualda bizdən soruşur ki, məsələrin özünə xas olmayan morfoloji əlamətlə söz birləşməsi şəklində işləndiyi variantı seçin. Məsələrin özünə xas olmayan morfoloji əlamətlə söz birləşməsi şəklində işləndiyi variantı seçin. Bizdən bu soruşulur. Baxaq. Məsələrin morfoloji əlamət dedikdə, yəni şəkilçi işlənməsi. Sintaktik əlamət desəydi, o təyin kimi işləndiyi cümləni tapacaqdır. Amma morfoloji əlamət deyir axı. Morfoloji əlamət özünə xas olmayan bir xüsusiyyət odur ki, o cəm şəkilçisi ilə işlənsin. Gəlin burada məsələrin cəm şəkilçisi ilə işləndiyi cümləni tapaq. Sənin çox gözəl səslə oxumağın hamını valeh etdi. Bu burada yoxdur. Böyük həvəslə onun hazırladığı səhnəyə tamaşa edirdik. Burada da ümumiyyətlə məsələ yoxdur. Onların bizim haqqımızda danışmaqları, diqqətlə baxsaq görərik ki, danışmaq burada məsələdir. Məsələnin özünə məxsus olmayan morfoloji əlamət. Yəni morfoloji əlamət nədir? Morfoloji əlamət odur ki, o şəkilçi ilə işlənir. Yəni bu şəkilçi ilə işlənməsi, şəkilçi qəbul etməsi bu onun morfoloji əlamətidir. Doğru cavab C bəndidir. 52-ci sualda isə bizdə adlı halda isim hansı cümlədə feili bağlama tərkibinə aiddir? Adlı halda olan ismi tapmaq, yəni deyir ki, cümlədə feili bağlama tərkibinə aid olanı tapın. Diqqətlə baxsaq görərik ki, axşam A variantında axşam yaralını bizə gətirəndə gec idi. Axşam nə zaman yaralını təsirli haldadır, nə kimi yaralını bizə gətirəndə burada adlı hallı isim yoxdur.
Gecədən biraz keçmiş, qapımız döyüldü. Qapımız nə döyüldü? Qapımız müstəqil cümlə üzrüdür, mübtədadır. Feili bağlamanın tərkibində deyil. Tapşırılmış mövzuları oxuyaraq, mövzuları nəyi, mövzuları burada təsirli çaldadır. Deməli, feili birləşmənin daxilindədir. Amma bu təsirli çalda olan sözdür. Elmir bizə gələndə diqqətlə baxsaq görərik ki, Elmir adlı haldadır və feili bağlamanın tərkibinə aiddir. Doğru cavab D bəndidir. 53-cü suala baxsaq, bizdən belə fikir soruşulur ki, sintaktik əlaqələrlə bağlı doğru fikri seçin. Eyni söz tabellik əlaqəsinə həm əsas, həm də aslı tərəf ola bilər. Bu fikir doğrudur. Təyin edici sözlər hər zaman əsas olur. Təyin edici sözlər hər zaman əsas tərəf olur fikri yanlışdır. Bu feili birləşmənin təyin edici söz, feili birləşmənin söz birləşməsi ola bilər və söz birləşməsi feili birləşmənin davamında işlənə bilər və bu yanlış fikirdir. Mübtəda 3 cümlə üzvü ilə tabellik əlaqəsinə girə bilir. Mübtəda xəbərlə sintaktik əlaqəyə girir və xəbəri özündən asılı vəziyyətə salır. Bir də təyinlə sintaktik əlaqəyə girir. Təyin də mübtədadan asılı vəziyyətə düşür. Deyək, 3 cümlə yox, 2 cümlə üzvü. Uzlaşma əlaqəsində xəbər əsas tərəf olur. Uzlaşma əlaqəsində xəbər aslı tərəf olur. Yanlış fikirdir. Tabesiz əlaqəsi yalnız sözlər arasında olur. Tabesiz mürəkkəb cümlənin tərəfləri arasında da ola bilər. Doğru cavab A bəndi. 54-cü sualda bizdə hansı cümlədə morfoloji və sintaktik sualı fərqli olan söz birləşməsinin aslı tərəfidir. Daş divarların hamısı. Daş divar. Diqqətlə baxsaq görərik ki, daş burada isimdir. Və hansı morfoloji sualı daş divarların hamısı ismi birləşmədir. Hansı divarların? Daş divar. Deməli, bu sintaktik sualı, daşın sintaktik sualı nədir? Təyinin sualına cavab verir. Daş divar, hansı divar? Daş divar təyinin sualıdır. Amma daş sözü həm də ayrıca cümlə üzvü kimi bu cümlədən çıxarsa, daşa sual versə, nə sualına cavab verəcək? Ona görə də burada doğru cavab daş sözüdür. Daş sözü divarların hamısı sözünün daş divar sintaktik sualına cavab baxsa görərik ki, hansı divar? Daş divar. Amma daş deməli cümlədən çıxarsa görərik ki, bu nə sualına cavab verir? 54-də A variantı. 55-ci sualda isə bizdə hansı cümlədə ismi birləşmə bütövlükdə cümlə üzvü olur? Çalışan insan məqsədi üçün əziyyəti gözə alır. Çalışan insan, çalışan hansı insan? Deməli, bütövlükdə olmadı. Çalışan sözünə ayrıca sual verdik. Oldu burada çalışan təyin oldu. Həm də nitq hissəsinə görə də sifətdir. Nizamidən sonra bizə xeyli əsəri qalıb. Nizamidən sonra bizə xeyli əsəri qalıb fikri də yanlışdır. Niyə? Çünki burada Nizamidən sonra qoşmadır. Bizə qalıb xeyli əsəri. Nə qədər əsəri bütövlükdə cümlə xeyli əsər bir fikir versə, nə qədər əsər xeyli də ayrıca sintaktik təhlil olunur. Yaşıl meşələr göz oxşadıqca uzanırdı. Meşələr nə uzanırdı? Meşələr. Hansı meşələr? Yaşıl meşələr. Deməli, bu sintaktik əlaqədə yaşıl da ayrıca suala cavab verir. Amma burada nadir hallarda sözünə baxsaq, nadir hallarda sözü söz birləşməsidir və sintaktik əlaqədə parçalanmır. Bütövlükdə bir ismi birləşmədir və bütövlükdə bir cümlə üzvü olur. Deməli, doğru cavab D bəndi. Kök cümlə quş kimi çırpınır ürək. Necə çırpınır? Quş kimi burada işlənməmişdir. 56-cı suala baxsaq görərik ki, hansı cümlədə hal şəkilçisi söz sintaktik əlaqədə yalnız aslı tərəfdir. Hal şəkilçisi söz yalnız aslı tərəfdir. Yayda dincəlmək üçün ən gözəl məkan kənddir. Yayda, harada? Yayda dincəlmək üçün nə zaman? Yayda nə zaman sonra? Burada da yerli halın şəkilçisi yox,
yayda burada zaman düzəldən şəhidçidir. Ona görə də hal şəhidçi söz sintaktik əlaqədə deməli yalnız aslı tərəfdir, fikri səhvdir. Qəfildən gələn bəd xəbər yaxın dostumu sarsıtdı. Qəfildən gələn bəd xəbər yaxın dostumu sarsıtdı. Sintaktik əlaqədə yalnız yaxın dostumu. Baxsaq görərik ki, yaxın sözünü özündən asılı vəziyyətə salır. Deməli, yaxın dostumun birləşməsində dostumun sözü əsasdır. Dostumu sarsıtdı birləşməsində isə dostumu asılıdır. Deməli, həm əsas, həm də asılı tərəf kimi işlənir. Əlimdəki bütün məktublar, kitablar sizindir. Hal şəhidçi söz sintaktik əlaqədə yalnız aslı tərəfdir. Fikrindən baxsaq görərik ki, yalnız aslı tərəf kimi işlənən sözü tapırıq. Əlimdəki bütün məktublar, kitablar sizindir. Deməli, bütün məktublar, kitablar, əlimdəki bütün məktublar, kitablar sizindir. Baxın, diqqətlə baxaq. Sizin sözünə baxsaq görərik ki, aslı hal şəhidçi söz sintaktik əlaqədə yalnız aslı tərəfdir. Əlimdəki kitablar, deməli, məktublar, hal şəhidçi söz. Niyə burada C variantıdır? İzah edirəm. Bütün məktublar, əlimdəki məktublar. Burada təyindir. Bu təyinlər mübtədanı özünə asılı vəziyyətə salmışdır. Sizindirsə yalnız mübtədadan asılı vəziyyətə düşmüşdür. Sizindir sözü yalnız mübtədadan asılı vəziyyətə düşdüyü üçün, yəni sizindir burada yalnız mübtədalar tabidir. Bu sizindir sözü, burada sizindir sözü başqa cümlə üzvlərini özündən asılı vəziyyətə salmamışdır. Yəni burada tamamlıq ya da zərflik işlənməmişdir, ya da sizindir sözünə əvvəl təyin işlənməmişdir. Burada yalnız təyinlər var, bir də mübtəda var, xəbər var. Təyin bildiyimizə görə yalnız özündən sonraki üzvə tabi olur. Yəni təyin burada mübtədaya tabi olmuşdur. Amma xəbəri özündən asılı və burada xəbər özündən asılı vəziyyətə salınacaq cümlə üzvü yoxdur. Xəbər burada hansı cümlə özünə asılı vəziyyətə, heç bir cümlə özünə asılı vəziyyətə sala bilməz. Çünki burada nə zərflik var, nə tamamlıq var. Ona görə də doğru cavab C bəndidir. 57-ci suala baxsaq görərik ki, hansı cümlədə cümlə üzvləri arasında uzlaşma əlaqəsi yoxdur variantını tapmaq bizdən soruşulur. Bizim kəndimiz rayondan uzaqdadır. Hansı cümlədə cümlə üzvləri arasında uzlaşma rayondan uzaqdadır. Haradan, deməli, rayondan sözü uzaqdadır sözünün arasında uzlaşma əlaqəsi yoxdur. Nə uzaqdadır? Kəndimiz sözü axı mübtəda xəbərdir. Burada mübtəda, bizim kəndimiz mübtəda, uzaqdadır xəbər. Deməli, cümlə üzvləri, bizim kəndimiz mübtədadır, uzaqdadır. Demək, cümlə üzvləri arasında sintaktik əlaqə var. Sinif rəhbəri dünənki tədbirdə gözəl çıxış etdi. Nə etdi? Çıxış etdi. Kim? Sinif rəhbəri. Sinif rəhbəri mübtədadır, çıxış etdi xəbərdir. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var. Rayona gedəndə oranın füsunkarlığına heyran olur. Burada mübtəda yoxdur. O heyran olur. Oranın füsunkarlığı arasında uzlaşma əlaqəsi var. Çünki burada söz birləşməsi var. Söz birləşməsinin daxilində uzlaşma əlaqəsi olur. Amma müstəqil bu cümlədə mübtəda olmadığı üçün cümlə üzvləri arasında deyil. Mübtəda olmadığı üçün cümlə üzvləri arasında uzlaşma əlaqəsi işlənməmişdir. Mübtəda olmadığına görə. 58. Hansı cümlədə hal şəkilli söz həm əsas, həm də aslı tərəfdir? Hansı cümlədə hal şəkilli söz həm əsasdır, həm də aslı tərəfdir? Bu gün geriyə qalan illərimizin biri. Burada üçüncü növ təyin söz birləşməsi var. Burada üçüncü növ təyin söz birləşməsi illərimizin biri birləşməsinə illərimiz uzlaşma əlaqəsinə əsasdır. İdarə əlaqəsində in şəhidçi, yəri çal şəhidçidir və biri sözündən asılı. İdarə əlaqəsində asılı tərəfdir. İllərimiz uzlaşma əlaqəsində isə illərimizin sözü əsas tərəfdir. Demək, illərimizin biri işləndiyi üçün burada söz birləşməsi işləndiyi üçün, üçüncü növ təyin söz birləşməsi işləndiyi üçün burada illərimizin biri doğru variantdır. Doğru cavab A bəndidir. 59-cu suala baxsaq görərik ki, bizdən
düzgün fikirləri soruşur. 59-da adlı hallı söz feilini birləşmə dağında işlənə bilər. Doğrudur. Doğru cavabdır. Adlı halda işlənən söz feili birləşmə dağında işlənə bilir. Bu bir doğrudur. Feili birləşmələrdə uzlaşma əlaqəsi işlənə bilər. Düzdür. İkinci tərəf məstər olsa, yəni onun oxumağı birləşməsində uzlaşma əlaqəsi işlənir. 1-2-ni götürürük. Hal şəkli söz sintaktik əlaqədə hər zaman aslı tərəfdir. Fikri yanlışdır. Həm aslı ola bilər, həm də əsas ola bilər. Tabeslik əlaqəsi söz birləşməsinin daxilində ola bilməz fikri yanlışdır. Ola bilər. Bu da 1, 2, 4 doğru cavab A bəndidir. Uzlaşma əlaqəsi cümlə üzvləri arasında olmaya bilər. Əgər uzlaşma əlaqəsi cümlə üzvləri arasında olmaya bilər, doğru deməli uzlaşma əlaqəsi cümlə üzvləri arasında olmaya bilər. 59-a baxsaq diqqətlə baxsaq A bəndi olmaz. Niyə olmaz? 1, 2, 5 olar. Tabeslik əlaqəsi söz birləşməsinin daxilində ola bilməz. Fikir yanlışdır. Burada 5-ci fikir doğrudur. Uzlaşma əlaqəsi cümlə üzvləri arasında olmaya bilər. Həm ola da bilər, həm olmaya da bilər. Doğru cavab 1, 2, 5 C bəndidir. Şəhərdə kəndə dönən Akif doğma kəndini uzaqdan görürdü. Nümunəsində işarələnmiş sözlərdən hansılar sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfdir. Diqqətlə baxsaq görərik ki, görürdü kim? Akif. Akif 4'ü götürməli. Çünki mübtəda yalnız əsas olur. Deməli, görürdü. 8'i götürərik. Niyə götürərik? Çünki burada mübtəda var. Mübtədadan xəbər, mübtədadan aslıdır. Xəbər burada tamamlıq da var. Tamamlıqla xəbər arasında xəbər əsas tərəf olur. Deməli 8'i götürürük. Kəndini görürdü. Nəyi görürdü? Haranı görürdü? Kəndini görürdü. Deməli, kəndini görürdü birləşməsində kəndini aslı tərəfdir. Kəndini. Doğma kəndinin birləşməsində isə kəndini sözü isə əsasda doğma kənd təyinlə işləndiyinə görə əsas tərəfdir. Deməli, kəndini və görürdü sözləri həm əsas, həm də aslı tərəf olur. 3 niyə olmadı? Dönən. 3 ona görə olmadı ki, düzdür. Bax, dönən sözü sintaktik əlaqədə əsas tərəfdə olur, aslı tərəf. Amma bizdə deyir ki, işarə sözlərdə hansılar sintaktik əlaqədə həm əsasdır, həm də aslı tərəfdir. Sintaktik şəhərdən kəndə dönən Akif, yox, dönən sözü olmur. Dönən sözü niyə olmur? Kəndə dönən, çünki müstəqil cümlə üzvü kimi işlə dönən sözü olmur. Yalnız burada 60'da A variantıdır. Yalnız 6, 8 dönən sözünü biz götürmürük. Niyə götürmürük? Ona görə ki, bu feili sifətdir. Akif sözündən aslı vəziyyətə düşmüşdür. Yəni təyindir. Təyin mübtədadan aslı vəziyyətə düşdüyünə görə biz bunu götürmürük. Doğru cavab A bəndi. 60 A. Sağ olun. Növbəti dərslərdə görüşərik.